Salam GTA Bakır həvəskarları. Mən bu gün sizə GTA San Andreas maşının əlavə olunmasını başa salacağım. İlk öncə GTA San Andreas papkasına girir. Oradan cicimi proqramı cicimimi gördünüz. Buna vuraq. Baxın, burada görün mənim maşınımın adı nədir? Var Jester. Oldu. Məndə köhnə maşındır. Siz məsəl üçün burada Sultanla var. Gördünüz Sultan var. Onun da adını bura yazın. Burada adını baxıb bura köçürdə bilərsiniz. O maşının ata da bilərsiniz. Bax, burada installer. Ona vuraq. Burada bax. Belə deyir ki, Lamska seçilir. Ona vuraq. Burada bax, tıfıfı model. Buna vuraq. Burada gəlir, bax, maşının var, tıfıfı faylı. İki dəfə üstünə vuraq. Bax, tıxıdır, textures. Ona da həmənki kimi. Gördünüz. Alındı, bax, install sözünə vururuq. Gördünüz, bax, mənim maşınım var, budur, hazır. Gördünüz, indi bax, burada bax, belə bax, maşınım var, bu fayl olmalıdır, ona gətirir, ataq bax, bura. Yəni də bir dəfə install, bax, burada exit sözü var, ona vururuq, Modicus. İndi oyuna girib baxa bilərik, sağ olun.